Salam, bugün 8-ci sinifdən 2.3 kovalent rabitə mövzusunun suallarına baxacağıq. Başlayaq öyrəndiklərinizi tətbiqin hissəsində birinci sualdan xlor atomları arasında rabitə necə əmələ gəlir? Bu rabitənin əmələ gəlməsini aşağıdakı atomlar arasında rabitənin əmələ gəlməsini müqayisə edin. Xlor atomları arasında rabitənin əmələ gəlməsinə baxaq əvvəlcə. Xlorun deməli proton sayı 17-dir. Elektron formulunu yazsaq 3s2 3p5-dir. Yəni bu xlor atomunun hər birinin xarici təbəqəsində neçə elektron var? 7. Bu xlor digər xlorla birləşir və burada tək olan elektronlar ki var, mübadilə mexanizmi ilə cütləşəcək. Bu da oktet vəziyyətinə gəlmiş olacaq. Deməli, bunu yazdıq. Aşağıdakılarla arasında fərq nədir? Natrium və xlor. Natrium 3s1 olacaq. Xlor da bayaq yazdıq. Bu natrium keçir deməli oktet vəziyyətinə. Bu zaman necə olacaq? Yükü müsbət 1, natrium müsbət olacaq. 2s2 2p6 vəziyyətə gəlməsi üçün. Bu natrium müsbət ilə xlor mənfi birləşəcək. Bu hissə daha müsbətdir. Bu hissə isə daha mənfidir. Elektromənfili, yəni xlorun çox olduğu üçün mənfi tərəf onun tərəfdir. Yəni buradakı rabitə olur ion rabitə. Bu fərqlidir. Burada natrium bir elektron verir xlora. Amma burada isə gördünüz, hərəsindən biri gəlir. Mübadilətdə hər ikisi birini verir. B-yə baxaq. B-də isə hidrogen və xlor atomları arasında deyir. Hidrogenin elektron formulu 1s1-dir. Bir dənə elektronu var elə bunun. Yazırıq. Xlor ilə bayaqçı qaydada. Burada isə fərq ondadır ki, əslində bu oxşardır, eyni mexanizmdir burada. Sadəcə burada hidrogen dublet vəziyyətində olur. Xlor isə oktet vəziyyətində. Bu ki, nöqtələr yazılır, onlar elektronları bildirir. Bu, ortadakı elektronlar hər ikisinə aiddir bunun. Baxın, hidrogenin ətrafında nə qədər elektron var? 2. Burada olur dublet vəziyyəti. NS2 formulu. Bəs xlorda 8. NS2 yəni P6. Ona görə bu olur oktet vəziyyətində. İkinci sual. Kükürt ilə hidrogendən əmələ gələn maddənin formulu necə olar? Kükürt deməli 6-cı qrupda yerləşir. Formulu nə olacaq? 3s2, 3p4. Hidrogen isə 1s1-dir. Deməli, kükürdün elektromənfiliyi daha çoxdur da. Daha çox olduğu üçün kükürd mənfi yüklənir. Ümumiyyətlə, qeyri-metallar deməli, metallarla birləşəndə ən aşağı oksidaşma dərəcəsi göstərirlər. Plus ki, bu hidrogenlə birləşəndə də hidrogenin elektromənfiliyi azdır. Hidrogen onsuz da müsbət 1 ola bilir, bir də mənfi 1 ola bilir. Müsbət 1 olur burada, mənfi 1 ola bilməz. Və nə edirik? Çarpaz keçiririk. 2 düşür hidrogenin ayağına, 1 də düşür kükürdün ayağına, 1 olanda yazmırıq. Formulu H2S olur. Formul budur. H2S. Bu maddənin molekulunun əmələ gəlməsini sxematik olaraq necə təsvir edərdiniz? Burada nə baş verəcək? Burada yenə hidrogen yazsaq 1s1-dir, kükürd neçədir? 3s2, 3p4-dür də. Burada görürsünüz, deməli, oktet vəziyyətinə gəlməsi üçün kükürd 2 dənə elektron almalıdır hidrogenlə. Burada da yenə kovalent rabitədir, amma burada 2 dənə hidrogen iştirak edir. Belə yazsaq sxematik olaraq, üstə gəl kükürt yazsaq, 6 dənə. O zaman bunu belə eləyək bir dəqiqə.
daha düzgün yaza bilməyimiz üçün. Bu elektronun birini burada yazaq. Fərqi yoxdur. Onsuz da xaricdə 6 elektron olmalıdır. 6 elektronu yazdıq. Hidrogen baxın, dublet vəziyyətinə gəlməlidir. Kükürt isə oktet vəziyyətinə. Hidrogenlərin də bir elektronu burada iştirak edir rabitə əmələ gəlməsində. Belə yaza bilərsiniz sxematik olaraq da. Sonra 3-ə baxaq. Deməli, X9, Y20, Z16. Hansılar arasında kovalent rabitə əmələ gəlir? Deməli, birinci, ikinci və üçüncü əsas yarım qrupda yerləşir metallar. Üçdə boru çıxmaq şərti ilə. Biz bunların qrup nömrəsi tapa bilərik də elektron formuluna görə. Bu nə olacaq? 2s2, 2p5. Adi məsəl üçün, bu 7A-da yerləşir. Bu 7A-dadır. Bu olacaq deməli 4s2, bu 2A-da yerləşir. Qrup tabanımız da burada bu xaricdəki elektronları cəmi idi. Z isə 3s2, 3p4-dür. Bu da olacaq 6A. Kovalent rabitə əmələ gələr deyirsə, kovalent rabitə qeyri-metallar arasında əmələ gəlir. Bax, bu metaldır, ikinci qrupdakı. Bu metaldır, özü də kalsiumdur. Bu arasında əmələ gəlməz. Amma qeyri-metallar arasında əmələ gələr. 7A-da yerləşən qeyri-metaldır, 6A-da yerləşən qeyri-metaldır. Bu deməli nədir? Xlorla, yox, xlor deyil, bu florla kükürtdür. Arasında deməli, kovalent rabitə əmələ gələcək. Əmələ gələn maddənin formulu necə olar? Gəlin baxaq. Deməli, bu flor ancaq mənfi bir oksidaşma dərəcəsinə malik olur. Kükürt isə bu X oktet vəziyyətinə keçməsi üçün buna 1 elektron lazımdır. Bu birisinə isə 2 elektron lazımdır. Demək ki, burada müsbət 2 olar. S flor 2 olar. Bu şeyi tamamlamaq üçün. Oktet vəziyyətinə tamamlaya bilməyimiz üçün. Belə yazsaq. Bayaqçı kimi gedək bunu da. Aha. Bu kükürt axı 8-ə tamamlanmalıdır. Ona görə bizə flordan 2 dənə lazımdır. Bir dənə də flora yazırıq aşağıda. Alınanın formulunu yazaq. Daha stabil formada olmalıdır da, yəni dublet və ya oktetə ona görə keçirdirik biz. Yəni burada sxemdə siz qırmızı ilə də yaza bilərsiniz. Bax, bu florunçiləri qırmızı ilə yazın. Sonra birləşdirəndə də bu məsəl üçün bu qırmızı onlara aid olsun. Kükürün daha aid olan elektronları mavi rənglə bildirin. Formulda belə yaza bilərsiniz. S flor 2 və bu da əmələ gəlməz sxemidir. Sonra öyrəndiklərinizi tətbiq edin hissəsinə baxaq. Kovalent rabitə nədir və atomlar arasında necə yaranır? Kovalent rabitə qeyri-metal atomlar arasında ortaq elektron cütü hesabına yaranan rabitə növüdür. Sonra 2-yə baxaq. Hidrogen fluorid və H2 molekullarında rabitənin əmələ gəlməsini sxematik olaraq necə təsvir etmək olar? Bayaqçı qayda ilə təsvir edək. Deməli, hidrogenda bir dənə elektron var. Fluorda isə xaric təbəqəsində 7 dənədir. Ortaq elektron cütü yaranır mərkəzdə. Hidrogen dublet florda oktet vəziyyətinə keçmiş olur. Sonra H2-də eyni qayda ilə
elektron cütü yaranır, ortaq elektron cütü belə. Sonra 3-ə baxaq. Üçüncü sualda deyir ki, flor və oksigen molekullarında rabitənin əmələ gəlməsinin oxşar və fərqli cəhətləri müəyyən edin. Florun xarici təbəqəsində 7 elektron var. Yazırıq. Birləşir. Ortaq elektron cütü əmələ gəlir mərkəzdə. Yazdım. Oksigende isə vəziyyət biraz fərqlidir. Oksigende də 6 elektron var xarici təbəqəsində. Bunu bax 8-ə tamamlanması üçün bu nöqtələri belə qeyd edin. 8-ə tamamlanacaq. Yenə baxın. Bunda da 8 dənə, bunda da 8 dənə. Ortadakı hər birinə aiddir. Burada sadəcə rabitənin açıq quruluşunu yazsaq, oksigen atomları arasında 2 dənə kovalent rabitə var. Baxın, 2 dənə. Florla flor arasında isə 1 dənə rabitə var. Bu 2.1 rabitəni bildirir. Elektron cüt olaraq və yaxud da bu bir xətt 2 elektron deməkdir. Elə də başa düşə bilərsiniz. Dördüncü sual. Nə üçün oksigen hidrogenlə H2O, azot isə hidrogenlə NH3 tərkibli molekul əmələ gətirir? Oksigenin xarici təbəqəsində elektronların sayı yazaq. Xarici təbəqəsində 6 elektronu var. Hidrogen isə 1 elektronu var. Hidrogen dubletə tamamlanmalıdır. Oksigen isə oktetə tamamlana bilər. Ona görə də bu H2O olur. Yəni ona 2 dənə hidrogen lazımdır. Elektronlar 8 dənə olsun deyə ətrafında. Sonra NH3-də isə azotda. Azotda 5 elektron var azotun ətrafında. Bu təklər cütlənməsi üçün ona da 3 hidrogen lazımdır. Hidrogen də bayaqçı qaydada bir dənə elektronu var. Bir hidrogen də buradan aşağıda yazaq. Belə. Yenə hidrogen burada dublet vəziyyətində olacaq, azot isə oktet vəziyyətində keçmiş olacaq. Sağ olun, salamat qalın.